Salam hörmətli abituriyentlər və əziz müəllimlər. Biz bugündən etibarən tarix videolarını çəkişinə start veririk və ona görə də sizdən əsas xahişim bu videonu bəyənməyi və paylaşmağı unutmayın. Bundan əlavə bizim əyani dərslərimiz də fəaliyyət göstərir. Əyani dərslərimizə qoşulmaq üçün göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz. Qədim Misir mövzusu. Qədim Misir ilk öncə biz baxmalıyıq ki, Misir harda yerləşir? Yəni, Misirin coğrafi mövqeyi və təsərrüfat həyatı. Yəni, Misir harda yerləşir? İlk olaraq şagirdlərin, abituriyentlərin ən çox əziyyət çəkdiyi hissə xəritə hissəsidir ki, xəritədə Misirin yerləşdiyi ərazini müəyyən etmək lazımdır. Biz bunun üçün xəritəyə diqqətlə baxırıq və xəritədə baxın, bir nömrəli işarələdiyim ərazi Misir ərazisidir. Bu gördüyümüz böyük bir ərazi, bax bu dəniz, Aralıq dənizinin cənubunda Misiri tapmalıyıq və əlbəttə ki, qırmızı dəniz bu Süveyş kanalıdır. Burada Misiri tapmalıyıq. Yəni, Misiri şərti işarələrdə bir Aralıq dənizinin cənubunu müəyyən etməliyik, bir də ki, qırmızı dənizi müəyyən etməliyik. Bu rahatdır. Yəni, Süveyş kanalını tapmaq rahatdır xəritədə. Əsasən elə buna əsasən də müəyyənləşdirə bilərsiniz. Qərbində Misir yerləşəcək və Aralıq dənizinin cənubunda Misir yerləşəcək. Afrikanın şimal-şərqində yerləşir Misir ərazisi. Misir ərazisindən dünyanın ən böyük çayı olan Nil çayı axır. Və ona görə də Herodot hətta Misiri Nilin tövhəsi adlandırmışdır. Herodot özü eradan əvvəl 5-ci yüzillikdə yaşamış Yunan tarixçisidir. Bilirik ki, hətta onu tarix elminin atası da adlandırırlar və onun Misiri Nilin tövhəsi adlandırması Nilin Misirin həyatında necə böyük önəm daşıdığının göstəricisidir. Bəli, Misirlilər öz ölkələrini qara torpaq adlandırırlar. Bundan başqa Misirə qızıllı ölkə, qara torpaq, Nilin tövhəsi və yaxud da ki, ehramlar ölkəsi kimi adlar verilir. Yəni, əziz şagirdlər, siz burada müəyyənləşdirəcəksiniz ki, lap qədim Misir desin və yaxud ehramlar ölkəsi desin və yaxud da ki, qızıllı ölkə desin. Fərqi yoxdur. İstənilən adla desə belə, biz bilməliyik ki, burada söhbət qədim Misirdən gedir. Yəni, suallarda fərqli adlar qoyaraq şagirdləri bəzən çaşdırmağa çalışırlar. Amma siz Misirin bütün adlarını bilsəz, o zaman burada çətinlik çəkməyəcəksiniz. Misir ərazisi dedik ki, Afrikanın şimal-şərqində yerləşir. Belə ki, Afrikada sonuncu buzlaşma dövründən sonra kəskin iqlim dəyişkənliyi baş verir. Və bu iqlim dəyişkənliyinin nəticəsində Afrikanın şimalından əhali cənubuna doğru köçməyə başlayır. Şimaldakı əhali bəzi hissəsi isə Nil çayı ətrafına gedir. Bilirik ki, qədimdə insanların yaşamı üçün şirin su mənbələri çox önəmli məsələ idi və həmçinin çaylar çox önəmli məsələ idi. Çünki çayların olması sizin əkinlə məşğul olmağınıza kömək edə bilərdi və digər bir məsələ əlbəttə ki, sizin həyatda qalmağınıza yardım ola bilərdi. Ona görə Nil çayı ətrafına da əhalinin bir hissəsi köçür və bu zaman Afrikada dünyanın ən böyük səhrası olan Sahara səhrası yaranır. Misirlilər, deməli, Nil dedik ki, onun ərazisindən axır. Nil Misiri iki hissəyə bölür, şimali və cənubi Misir. Amma Misirdə şimali və cənubi anlayışları biraz fərqlidir. Yəni, Misirlilər şimali Misirə aşağı Misir deyir, yuxarı Misir isə Misirin cənub hissəsi olmuşdur. Yəni, bu Nilin axın istiqaməti ilə asılı olaraq belədir. Amma ki, biz yenə yadda saxlamalıyıq ki, Misir, şimali Misir desək, Misirin deməli aşağı Misir nəzərdə tutulacaq, aşağı Misir nəzərdə tutulacaq, yəni Misirlər şimali Misiri, Misirin şimal hissəsini, yəni şimal hissəsini aşağı Misir, cənub hissəsini isə yuxarı Misir adlandırmışdılar. Yəni, burada bir əkslik vardır, onu da diqqətdə saxlamalısınız. Misirlilərin əsas məşğuliyyəti əlbəttə ki, əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olurdular və Misirdə bəzi anlayışlar var. Məsələn, damba. Dambalar nədir? Ümumiyyətlə, Misirlər dedik, Nil çayı ətrafında məskunlaşmışdılar. Yaxşı, onlar Nil çayı ətrafında məskunlaşırlarsa, deməli, Nil çayı daşqınlar olan zaman
əkin sahələrini daşqınlar basacaq və məhv edəcək. Bəs nə etmək lazımdır? Onlar torpaq bəndlər inşa edərək Nilin daşqınlarının qarşısını almağa çalışırdılar. Yəni damba nə oldu? Torpaq bəndlər. Bundan başqa Misirdə şaduf var idi. Əkin sahələri çay kənarlarında salınır. Amma yaxşı, əgər yuxarı tarlalar varsa, ora su çıxarmaq olmursa, bu zaman nə etmək lazımdır? Süni suvarma sistemindən, yəni süni suvarma qurğusu olan şadufdan istifadə etmək lazımdır. Məsəl üçün, biz Azərbaycan tarixindən də keçirik, erkən Tunc dövründə Azərbaycanda süni suvarma sistemləri ixtira olunmuşdu. Yəni burada da ki, süni suvarma sistemi şadufdur. Şaduf nə oldu? Yuxarı tarlalara su çıxarmaq üçün qurğu oldu. Bundan əlavə papirus. Papirus nədir? Papirus qamışdır və papirusdan nədə istifadə edirlər? Evlərin damını örtürlər, daha sonra qayıqlar, yəni sallar hazırlayırlar. Daha sonra papirusda yazı materialı kimi istifadə edirlər. Yəni papirusda Misirlərin həyatında önəmli yerlərdən birini tuturdu. Bundan başqa Misirə gətirilən materiallar var idi. Misir ərazisində bütün materiallar çatışmırdı. Ona görə də Misirlilər mütəşəkkil olmalıydılar. Yəni birlik olmalıydılar. Əgər sən birlik ola bilərsənsə, onda digər ərazilərə yürüşlər təşkil edə bilərsən və digər ərazilərdə işğallar həyata keçirərək oradan hansısa materialları ölkəyə gətirə bilərsən. Misirlilər də belə edirdilər. Misirlilər 3-cü Tutmosun dövründə Nubiyadan qızıl gətirirdilər, Suriya Fələstindən mis gətirirdilər, Babilistan və Finikiya ərazisindənsə Misir ərazisinə ağac gətirirdilər. Ümumiyyətlə, bu ölkələri də bilməkdə fayda var. Yəni, bizim Suriya, Finikiya, Fələstin dediyimiz ərazilər Şərqi Aralıq dənizi ölkələridir və biz bu ərazilər haqqında da məlumatlı olmalıyıq, yəni ərazi olaraq. Və bəli, bu Misirə gətirilən materiallar 3-cü Tutmosun dövründə dediyimiz həmin ölkələrdən gətirilirdi. Ümumiyyətlə, Nubiya isə Misirin cənubunda yerləşirdi. Suriya, Finikiya, Fələstin isə Aralıq dənizinin şərq sahillərində yerləşirdi. Babilistan isə iki çay arası ərazisində, yəni Dəzlə və Fərat çayları arasındakı ərazidə yerləşirdi. İndi biz keçirik Misirin idarə etməsi, birləşdirilməsi. Misirdə nomlar var idi. Nədir nomlar? Nomlar ümumiyyətlə vilayət deməkdir, Yunanca vilayət deməkdir. 40-a yaxın nom var idi. Bu nomlar hər biri müstəqil şəhər dövləti kimi fəaliyyət göstərir. Yəni, hər birinin hökmdarı var idi, özünün qoşunu var idi, hər birinin özünün məbədi var idi, dini var idi. Yəni, hər biri özü müstəqil idi. 40-a yaxın nom var idi. Lakin zaman keçdikcə bu nomlar arasında mübarizə başladı. Yaxşı, mübarizənin səbəbi nədir? Mübarizənin səbəbi odur ki, onlar primitiv şeylər üzərində, yəni otlaq sahələri uğrunda, suvarma kanalları uğrunda mübarizə aparırlar. Yəni, adam, tutaq ki, əkinçidir, əkinlə məşğul olan tayfalardılar bunlar, tutaq ki, digər əkinlə məşğul olan tayfalarla mübarizə aparırlar ki, onlar daha çox əkin sahələri, suvarma kanalları ələ keçirsinlər. Və yaxud maldarlıqla məşğul olur, digərləri ilə mübarizə aparır ki, daha çox maldarlıqla məşğul olmaq üçün daha çox otlaq sahələri ələ keçirsinlər. Bəli, ona görə də bunlar arasında mübarizə getdi. Yaxşı, mübarizənin nəticəsi nə oldu? Mübarizənin nəticəsində nomların sayı azalır və nəticədə Misirdə 4-cü min ikinci yarısında iki padşahlıq, yuxarı və aşağı Misir padşahlığı yaranır. Yenə də diqqətinizə çatdırıram ki, yuxarı Misir padşahlığı dedikdə biz nəzərdə tutacağıq ki, Misirin cənub hissəsi, aşağı Misir padşahlığı dedikdə Misirin şimal hissəsi. Yəni, bizə ha desin ki, yuxarı Misir padşahlığı və yaxud desin ki, cənubi Misir padşahlığı heç bir fərqi yoxdur. Yəni, burada testlərdə bundan tez-tez istifadə oluna bilər. Misir, deməli, yuxarı və aşağı Misir padşahlığına bölündü. Eradan əvvəl 4-cü min ikinci yarısında bölündü. Deməyək, daha çox nomlar birləşdi, iki padşahlıq meydana gəldi. Və bunlar arasında da mübarizə gedir. Artıq bunlar arasında mübarizə biraz böyüyür. Yəni, vahid Misir dövləti yaratmaq. Buradakı məqsəd biraz böyükdür. Vahid Misir dövləti yaratmaq və nəticədə daha güclü olan yuxarı Misir padşahlığı, yəni Misirin cənub hissəsi, cənubi Misir, şimali Misiri, yəni aşağı Misir padşahlığını tabe edərək eradan əvvəl 4-cü minin sonunda vahid Misir dövlətini yaratdı. Vahid Misir dövlətinin paytaxtı Memfis şəhəridir. Memfis vahid Misirin ilk paytaxtıdır. Fif şəhərinə isə paytaxt eradan əvvəl 2-ci minillikdə köçürülür. Yəni 4-cü minillikdə paytaxt
Memfisdir. Beləcə 3-cü minillikdə də paytaxt Memfisdir. Çünki əgər 2-ci minillikdə paytaxt Fivə köçürülürsə, deməli 3-cü minillikdə də hələ paytaxt Memfis idi. Amma Memfis 4-cü minillikdə paytaxtı çevrilir, 2-ci minillikdə isə paytaxt Fiv şəhəri olur. Misirin idarəetmə sistemi. Misirdə deməli idarəetmə sistemində hökmdar Firon adlanırdı. Ümumiyyətlə Firon əvvəlcə hökmdarın qaldığı saraya deyirdilər. Bu böyük ev mənasını verirdi. Saray böyük evdir də. Böyük ev mənasını verdi. Yəni buna Firon deyirlər. Daha sonra həmin oradakı hökmdara da Firon deməyə başladı. Firon qeyri-məhdud hakimiyyətə malikdir. Ümumiyyətlə qeyri-məhdud hakimiyyət nə deməkdir? Qeyri-məhdud hakimiyyət o deməkdir ki, yəni qanunları da o verir, qanunların icrası da ona bağlıdır, məhkəmə işləri də ona bağlıdır. Yəni hakimiyyətin bütün qolları Firona bağlıdır və Firon hakimiyyəti irsən keçir. İrsən keçmək o deməkdir ki, nəsildən nəslə ötürülür. Yəni, ya atadan oğula ötürülür, ya da oğul yoxdursa, qardaşı ötürülür. Qardaşdan qardaşı ötürülür. Yəni, bu cür Firon hakimiyyəti keçir. Firon qeyri-məhdud hakimiyyətə malik olan hökmdardır və onu günəşin oğlu adlandırırlar. Və Firon hakimiyyəti irsən keçir. Biz bu cür hakimiyyətə deyirik monarxiya və bu mütləq monarxiyadır. Çünki Firon hakimiyyəti qeyri-məhdud hakimiyyətə malikdir. Bu mütləq monarxiya idarəetmə sistemidir Misirdə. Misirdə ondan sonra Çati gəlir. Çati ali məmurdur. Ali məmurdur. Təsərrüfat işlərinə baxır, Fironun dəftərxanasına baxır, xəzinəyə baxır. Yəni bu bütün məmurların rəhbəridir. Ali məmurdur. Amma nəyə baxmır? Hərbi işlərə baxmır, amma nəyə baxmır? Dini işlərə baxmır. Yəni, daha çox mülki işlərlə məşğuldur bu Çati. Və Çati daha çox Firon Çatini öz oğlanlarından təşkil edirdi və daha çox öz oğlanlarından təşkil edirdi. Ola bilər ki, digər şəxslərdən də təşkil oluna bilər. Amma daha çox öz oğlanlarından təşkil edirdi Çatini və Çati ali məmur idi. Dini işlərə isə baxır kahinlər. Kahinlər dini işlərə rəhbərlik edir və insanları inandırırdılar ki, onlar, Fironlar yer üzünün tanrısıdır və bu da Firon hakimiyyətinin möhkəmləndirilməsinə əlbəttə ki, xidmət edirdi. Misirdə əhalinin təbəqələrində birinci təbəqəyə məmurlar, ikinci təbəqəyə kahinlər, üçüncü təbəqədə kəndlilər, kəndlilərin üçüncü təbəqədə olması Manna dövlətinin oxşar cəhət təşkil edir, dördüncü təbəqədə qullar. Misirdə qullar adlandırırlar canlı ölülər. Canlı ölülər. Və Misirdə qulların əsas mənbəyi müharibələr. Yəni, Misirlilər geniş işğalçılıq siyasət həyata keçirirlər, yürüşlər edirlər və buradan qullar əldə edirlər. Buradan əsirlər əldə edirlər, o əsirləri qula çevirirlər. Və həmin qulları da müxtəlif sahələrdə işlədirlər və onlara da deyirlər canlı ölülər. Misirin ən qüdrətli dövrü və sonra da tənəzzülündən danışacağıq. Misirin ən qüdrətli dövrü. Misirin yaranması dövrü 4-cü minillik oldu. Misir 4-cü minillikdə yarandı. Bəs Misirin ən qüdrətli dövründən danışsaq, hansı dövrdən danışacağıq? Eradan əvvəl 2-ci minillikdə. Misirin ən qüdrətli dövrüdür və eradan əvvəl 2-ci minillikdə paytaxt Fiv şəhəridir. Yəni, bunu da yadda saxlayırıq. Misirin ən qüdrətli dövrü. Misirin ən qüdrətli dövründən danışanda burada 3 hökmdarın xüsusi adını çəkirik. Birinci Tutmos, üçüncü Tutmos, ikinci Ramzes. İkinci Ramzes Misirin ən qüdrətli sonuncu hökmdarıdır. Baxın, burada da diqqət yetirək, sonuncu hökmdarı deyil ha, ən qüdrətli sonuncu hökmdarıdır. Misirin ən qüdrətli sonuncu hökmdarı ikinci Ramzesdir. Və birinci Tutmosun dövründə Misir işğallara başlayır və burada işğallarını əsasən Afrika qitəsindən Asiyaya yönəldir. Afrikada Nubiyanı tabidir, yəni Misirin cənubunda Nubiyanı tabidir. Amma Şərqi Aralıq dənizi ölkələrinə, Suriya, Finikiya, Fələstinə hücumlar edir. Suriya Fələstini özünə tabi edir və ilk dəfə sərhədlərini Fərat çayına qədər, yəni iki çay arasına qədər çatdırır. Yəni ilk dəfə şimal sərhədlərini Fərata qədər çatdıran şəxs kim idi? Birinci Tutmos idi. İlk dəfə şimal sərhədlərini Fərat çayına çatdırır. Həmçinin birinci Tutmos da bir məsələ də var. İlk dəfə Qayaltı Sərdabədə dəfn olunan hökmdardır birinci Tutmos. Yəni bunu da nəzərdə tuturuq. Ondan sonra hakimiyyətə onun nəvəsi 3-cü Tutmos gəlir. 3-cü Tutmos hakimiyyətə gəldikdən sonra
Suriya, Finikiya, Fələstin yenidən dövlətə tabedir. Yenidən sözünə diqqət yetirəcək, çünki yenidən deyirsə, deməli bundan əvvəl də bu ərazilər tabe edilmişdir. Yenidən tabedir və bu əraziləri canişinlər vasitəsilə idarə edir. Ondan sonra 2-ci Ramzesin dövründən danışacağıq. 2-ci Ramzesə qədər 3-cü Tutmosun ölümündən sonra Misir dövlətinin ön Asiyada mövqeyi zəifləmişdir. 2-ci Ramzes nə etmək istəyir? Birinci üsyanları yatırmaq istəyir. Daha sonra isə Misirin ön Asiyada mövqeyini möhkəmləndirmək istəyir. Və bu zaman o Afrikadakı üsyanları yatırır. Daha sonra ön Asiyada mövqeyini möhkəmləndirməyə çalışır. Lakin onun əsas rəqibi burada. Baxın, bu ərazidə, yəni indiki Türkiyə ərazisində yerləşən Het padşahlığı idi. Anadoluda, Kiçik Asiya, Anadolu deyə bilərsiniz, Kiçik Asiya deyə bilərsiniz. İndiki müasir Türkiyə ərazisi deyə bilərsiniz. Nə deyirsiniz deyin? Yəni, burada Het padşahlığıdır, burada Misirdir. Burada da Suriya, Fələstin, Finikiya əraziləridir. Bax, bu ərazilər uğrunda Hetlərlə Misirlər mübarizə aparırlar. Misir-Het mübarizəsinin deməli, gedişində tərəflərdən heç biri həll edici qələbə qazana bilmir. Belə ki, müharibənin gedişində döyüş arabalarından geniş istifadə olunur. Lakin heç bir tərəf həll edici qələbə qazana bilmədiyi üçün nə etməli olacaqlar? Əlbəttə ki, sülh müqaviləsi imzalamalı olacaqlar. Bu da bizim dövrümüzə gəlib çatan ilk yazılı müqavilədir. İlk yazılı beynəlxalq müqavilədir. Bu müqavilənin adı Kadeş müqaviləsidir. Eradan əvvəl 1286-cı ildə imzalanmışdır. Misir və Het padşahlığı arasında Misirin hökmdarı bu zaman 2-ci Ramzesidir. Müqavilənin şərtlərinə görə Finikiya, Fələstin, Finikiya, Misirin, Suriya 2 hissəyə bölünür. Şimali Hetlərin, şimalı görürük ki, Hetlərə daha yaxındır. Cənubu isə görürük ki, Misirə daha yaxındır. Ona görə Suriya 2 hissəyə bölünür. Suriyanın şimalı Hetlərin, cənubu isə Misirin hakimiyyəti altında qalır. Burada testlərdə bəzən görürsən, deyir ki, Finikiya yenidən dövlətə tabe edildi. Bəli, edildi. Və Fələstin yenidən tabe edildi. Bəli. Suriyanın cənubu, bəli. Amma desək, Suriyanın şimalı Misirə tabe edildi. Bu səhv olacaq. Artıq Suriyanın şimalı Hetlərə tabe edildi. Və yaxud desək, Suriyanın cənubu Hetlərə verildi. Bu səhv olacaq. Yəni, buradakı şərtlərə diqqət edirik. Bir də tərəflər bir-birlərinə yardım göstərməlidirlər. Hansı halda əgər digər qüvvələr bu ölkələrə yürüş edərdilərsə, Misir Hetlər bir-birləri ilə birləşərək həmin qüvvəyə qarşı mübarizə aparmalıydılar. Bu da müqavilənin digər bir şərti idi. Daha sonra Kadeş sülhündən danışdıq. Sülhdən sonra nə baş verəcək? Sabitlik. Sabitlik baş verəcəksə, deməli, quruculuq işləri mümkün olacaq. Ona görə də 2-ci Ramzes sülh imzaladıqdan sonra paytaxt Fif şəhərində, həm də digər ərazilərdə geniş quruculuq işləri apardı. Hətta Nubiyada 24 metrlik heykəlini ucaltdı. Yəni, bu sülhün yaratdığı şəraitdən istifadə edərək bu cür quruculuq işləri apardı. Lakin 2-ci Ramzesin ölümündən sonra, eradan əvvəl 1-ci minillikdə Misir dövləti zəiflədi. Baxın, Misirin yaranması 4-cü minillik, Misirin ən qüdrətli dövrü 2-ci minillik, Misirin tənəzzül dövrü eradan əvvəl 1-ci minillik. Tənəzzülün səbəbləri nədir? Hakim sülalələrin tez-tez dəyişməsi, daha sonra mərkəzi hakimiyyətin zəifləməsi, fironların nüfuzdan düşməsi, ayrı-ayrı işğal olunmuş ərazilərdə Misirə qarşı üsyanlar və həmin ərazilərin bir hissəsinin Misirdən ayrılması dövlətin tənəzzülünə gətirib çıxarır. Yəni, zəifləməsinə gətirib çıxarır. Və bundan da istifadə edəcəklər. Kimlər? Əgər dövləti işğal etmək istəyən qüvvələr varsa, bundan istifadə edəcəklər. Bu zaman Şərqdə böyük bir imperiya olan Əhəməni imperiyası var idi. Əhəmənilər dövləti eradan və 550-ci ildə 2-ci Kir tərəfindən yaradılmışdı. Əhəmənilər dövləti 2-ci Kambizin dövründə 525-ci ildə Misirə yürüş təşkil etdilər. Və bu zaman Misirlə Əhəmənilər dövləti arasında döyüş baş verdi. Pelusiya döyüşü. Eradan əvvəl 525-ci ildə Pelusiya döyüşü baş verdi. Pelusiya döyüşünün nəticəsində Əhəmənilər Misiri məğlub etdilər, Misirin müstəqilliyinə son qoydular və Misir Əhəmənilərin hakimiyyəti altına düşdü və Əhəmənilərin bir əyalətinə çevrildi. Əlbəttə ki, Əhəmənilər də bunu öz vilayət başçıları, canişinləri tərəfindən idarə etməyə başladılar. Lakin Əhəmənilər dövləti zəiflədikdən sonra
onun ərazilərini Makedoniyalı İskəndər ələ keçirməyə başlamışdı. Bu ərazilərdən biri də Əhəmənilərə tabe olan Misir ərazisi idi. Makedoniyalı İskəndər Misrə eradan əvvəl 332-ci ildə yürüş təşkil etdi və bu yürüşün nəticəsində Makedoniyalı İskəndər Misri müqavimətsiz tutdu. Bax, buradan bir nəticə çıxaracağıq. Əhəmənilər dövləti də, Makedoniya dövləti də hər ikisi Misrə yürüş təşkil edib, bu oxşarlıqdır. Lakin Pelusiya döyüşü ilə Əhəmənilər dövləti əlbəttə ki, müqavimətə rast gəlmişdilər. Lakin Makedoniyalı İskəndər yürüşü zamanı Makedoniyalılar Misri müqavimətsiz tutmuşlar. Yəni, bu fərqli bir cəhətdir. Makedoniyalı İskəndərin hakimiyyəti altına keçir Misir. Daha sonra eradan əvvəl 323-cü ildə İskəndər, Makedoniyalı İskəndərin vəfatından sonra onun imperiyası parçalanır. Düzdür, kitablarda, köhnə kitablarda var idi, yeni kitablarda olmasa da burada Ptolemeylər sülaləsi hakimiyyətə gəlir. Eradan əvvəl 323-dən eradan əvvəl 30-cu ilə qədər. Eradan əvvəl 30-cu ildə isə Romalılar Misri öz əyalətinə çevirir. Bu məsələ daha geniş Roma mövzusunda toxunula bilər. Yəni, Roma mövzusunda bu məsələ haqqında daha geniş izah verə bilərik. Nə üçün Romalılar Misrə yürüş etmişdilər, nə üçün ələ keçirmişdilər. Bunlara açıqlama verə bilərik. Amma bilək ki, eradan əvvəl 30-cu ildə Misir Romanın əyalətinə çevrilir. Və eradan əvvəl 525, eradan əvvəl 332, eradan əvvəl 30-cu illərdə Misir müxtəlif dövlətlərin işğallarına məruz qalmışdır. Bu da belə bir ortaq cəhətdir. Daha sonra Misirin mədəniyyətinə keçəcəyik. Misir mədəniyyəti. Ümumiyyətlə, Misir mədəniyyətində baxmalı olduğumuz məsələlər nədən ibarətdir? Yazı sistemi. Misirlilərin yazısı nə idi? Misirlilər də, Şumerlilər də ilk dəfə olaraq piktoqrafik yazıdan istifadə ediblər. Eradan əvvəl 4-cü minillikdə piktoqrafik yazıdan, yəni şəkli yazıdan istifadə ediblər. Daha sonra isə eradan əvvəl 4-cü minillikdə ilə Misirdə hieroqlif yazı meydana gəldi. Yazı əlbəttə ki, nə üçün lazımdır? Məsəl üçün vergilər var, onu siyahıya almaq və yaxud da qanunları çatdırmaq üçün yazıya ehtiyac duyulur. Ona görə də Misirdə hieroqlif yazı meydana gəldi. Hieroqlif Yunanca müqəddəs işarələr də deməkdir. Sayları 700-ə qədər çatırdı. Misirin yazısı hieroqlif yazıdır. Bir dənə oxşarlıq deyim ki, Manna dövlətində yerli yazısı, Çinin də yerli yazısı hieroqlif yazı idi və bu qədim Çin, Manna və Misirin oxşar cəhəti olacaq. Təhsil sistemində əlbəttə ki, varlı şəxslər, varlıların övladları təhsil ala bilirdi. Kahinlər, dəftərxana işçiləri, məmurlar ən savadlı şəxslər idilər və təhsili də, tədrisi də onlar təşkil edirdilər. Misirlilər özləri üçün dəqiq təqvim yaratmışdılar. İli 365 gündən hesablayırdılar və hər ayı 30 gündən hesablayırdılar. İlin sonuna əlbəttə ki, hesabladıqsa görəcəksiniz ki, 5 gün artıq qalır. Bəli, onda da deməli, ilin sonuna da 5 gün əlavə edirdilər. Daha sonra Misirlərin dəqiq təqvim yaratdığını dedik. Misirlərin riyazi bilikləri vardı. Onluq hesablama sistemindən istifadə etməyi bacarırdılar. Daha sonra Misirlilər düzbucaqlı, trapesiya, bu cür deməli, fiqurların sayəsini hesablaya bilirdilər və bunun sayəsində də piramidalar da inşa edə bilirdilər. Ümumiyyətlə, Misirdə həndəsi biliklər cəbri biliklərə nisbətən daha yüksək səviyyədə inkişaf etmişdi. Həndəsə əsas fən kimi tədris olunurdu. Tibbi biliklər, sadət cərrahiyyə, diş, göz əməliyyatları həyata keçirə bilirdilər. Bitkilərdən dərman vasitələri kimi istifadə edə bilirdilər. Dinləri və əfsanələri, Misirlilərin dinləri çox tanrılı din idi. Baş tanrısı Amon, dünyanın yaradıcısı isə Ra hesab olunurdu. Daha sonra Misirlilər ehramlar inşa edirdilər. Misirlilərin ehramlar inşa etməsi eradan əvvəl 3-cü minillikdə Misirlilər sərdabələr, ehramlar inşa edirdilər. Daha doğrusu ehramlar, piramidalar inşa edirdilər. Misirlilərin piramidalar inşa etməsində əsas məqsəd Fironun qüdrətini göstərməkdir. İlk piramida Coserə məxsus idi. Ən hündür piramida isə 147 metr təxminən Xeops ehramı idi. Xeopsa məxsus idi. Ona görə də Misirə ehramlar ölkəsi də deyirdilər. Xeops ehramının yanında həmçinin Sfinks var idi. Sfinksi Misirlər dəhşətlər atası da adlandırırdılar. Bəli, bu Sfinks təsvirləri həmçinin Manna əsatirlərində də var və bu Manna ilə Misirin oxşarlığını təşkil edir. Bundan başqa
Misirdə sərdabələr birinci Tutmosun dövründən bayaq demişdik. Birinci Tutmosun hakimiyyət dövründə birinci Tutmosun dövründən başlayaraq fironlar artıq piramidalarda deyil, gizlin qayaltı sərdabələrdə dəfn olunmağa başlamışdılar. Bu demək ki, 3-cü Tutmosda qayaltı sərdabələrdə dəfn olunubdur, 2-ci Ramzesdə. Amma ən zəngin sərdabə kimə məxsus idi? Tutanhamona məxsus idi. Tutanhamonun sərdabəsindən qızıl maska aşkarlanmışdır. Yəni bu da Misir mədəniyyətinə aid olan məsələlər idi. Burada bir məsələ qaldı. Misirdə obeliks sütunları var idi. Misirdə bu obeliks sütunlarından memarlıqda inşa edirdilər. Elə piramidanın inşa olunmasında da bu sütunları görürük və həmçinin bu sütunlardan sonradan Avropalılar da inşa etməyə başlamışdı. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Bu cür videoların davamını gəlməyini istəyirsinizsə videonu bəyənin və yaxınlarınızla paylaşın ki, həm daha çox şəxslər məlumatlı olsunlar, həmçinin biz də yeni videolar hazırlayıb çəkək. Əlavə olaraq isə əlbəttə ki, əyani və onlayn dərslərimizə qoşula bilərsiniz. Həmçinin sınaq qruplarına qoşula bilərsiniz ki, belə ki, sınaq qruplarımızda da sınaqlar mütəmadi olaraq atılır və bundan sonra isə bununla da qalmır. Bu sınaqların müzakirəsi, sual-cavabı həyata keçirilir.